İlk sualından başlayaq. Çoxadlı qruplara ayrılmasında, yəni müxtəsər olma düsturlarının köməyi ilə qruplara ayrılır. Nədir məsələn? Birinci sual. Deyim. 9 minus asan sualdır. Rahat olun, mən maraqlı suallarda sənə müraciət edim, kömək edərsən mənə. Yaxşımı? Deyir qruplarına aid. İlk baxanda Aysel, elə bu gəncə Aysel deyirəm. Sənin burada ilk gördüyün nədir Aysel? Buyur. Müəllim, qruplara ayırıq da. Necə ayırıq? Əlbət ayıracaq, amma necə ayıracaq? Onda müəllim 3 9 kvadratdır. 9'da 1 D kvadrat isə 3'də 1 D'nin nə idi? Kvadrat. Və ifadə bizə verəcək. 3 minus 3'də 1'dir. 3 plus 3'də 1'dir. Bu kadar. Baxırıq sual 4'ə. 4-cü sualın bayaq obsu qrupda eynisini yazdıq. Burada 3A plus B kvadratını almaq üçün 3A minus B kvadratının üzərində nəyi gəlmək lazımdır? Yəni, bu ifadəni almaq üçün bu ifadənin üzərində gəlmək lazımdır. Bu ifadəni, birinci ifadəni qaldırıq kvadrata. Birincinin kvadratı plus birinci ilə ikincinin hasilinin 2 misli 6AB plus ikincinin kvadratı. Aşağıdakı ifadəni qaldırsaq, müxtəsər olma düsturlarına görə birincinin kvadratı minus birinci ilə ikincinin hasilinin 2 misli plus ikincinin kvadratı. İndi baxın, birinci ifadəni almaq üçün ikinci ifadənin üzərinə gəlməliyik, 12AB gəlməliyik ki, bu 12AB ilə mənfi 6AB sabıraki 6AB-ni versin. Bizə gəlməliyik 12AB gəlmək lazım. Məsələn, sual 6-da Cahangir, sənə işlək kişi, necə eləyə bilərsən sual 6-dan? Buyur. Mən kublar fərqi kimi olur. Burada ilk öncə sual 6-da Cahangir. 4'ü vurur kimi atmaq lazımdır kənara. Qalacaq A kubu minus B kubu. Aha. 4 yenə vuruq kimi qalsın. Bu kublar fərqi sənə nəyi verəcək? İki ifadənin kublar fərqi buyur. Mənim A çıx B, A kvadratı plus AB plus B kvadratı. Ay sağ ol. İki ifadənin kublar fərqi bizə nə verir? Deməli, iki ifadənin kublar fərqi bizə həmin ifadələrin fərqi ilə natan kvadratların cəminin hasili A kvadratı plus AB plus B kvadratı. Oldu mu? Bu şəkildə yazın. Davam edirik. Sual 8'də nə etmək olar? Kimə deyirsin müəllim? Hamıya aiddir. Məsəl üçün desin Nigar. Eşidirəm Nigar. 16 4'ün kvadratı kimi yazırıq? 16'ın veririk 4'ün kvadratı. Nigar deyirəm, sən cavab verirsən. Digəri y minus 2'nin kvadratı olduğu kimi qalır. Bu müxtəsər olma düsturları vardı. A kvadratı minus B kvadratı. İki ifadənin kvadratları fərqi bizə nə verirdi? Həmin ifadənin fərqi ilə cəminin hasili. Onda olacaq 4 minus bunlar. Minus 2 plus 2 oradan da. 4 plus. Onda plus 2 minus 2. Yəni birinci ilə ikincinin fərqi ilə cəminin hasili. Onu da sadələşdirsə 4 ilə 2 cəm eləyər. 6 minus 7. 6 çıx 7. 2 plus 7. Oldu mu? Sual 9'a baxmaq istəyir. Zəhra, eşidirəm sən, indi buyur. Mənim müəllim. Buyur, bəli. Burada 3'ü ortaq kimi çıxardırıq. Əla. Çünki ümumiyyətlə biz qruplara ayırmada bütün hədlərin tərkibində, yəni təbii ortaq qrup təbii ki də, ortaq qrup varsa mütləq onu çıxarmaq lazım. 3'ü çıxartdıq. Nə qalacaq? X kvadratı üstə gələ 4xy üstə gələ 4y'nin kvadratı. Aha. Sonra müəllim nə edirik? Burada bərabərdir. 3 vuraq, gözüm mənim. 3 vuraq, x'in kvadratı üstə gələ 2 vuraq, x vuraq 2y.
Üstə gələ 2y-in kvadratı, sonra yazırıq ki, müəllim 3 mötərizə x üstə gələ 2y Zərər sana bir dənə sual verim mi? Bəli müəllim. Sən mənə hara vaxt danışsan cavabı, hara vaxt deyirsən onu da görüm. Mənim çalın işləyirəm. Hə, eləmi? Tamam. Yəni, orada 3-ü vuruq kimi çıxarırıq kənara, Cahangir. Qalır x kvadratı plus 4xy plus 4y kvadratı və mötərizənin içərisində sənə nəyin açılışını verir? X plus 2y-in açılışını verir. Bu qədər sayı. Olar mı? Zeynəb, bizə sual 11 izah elə. Buyur, eşitirəm səni. Buyur Zeynəb. Burada müəllim. Mənim deyim. Zeynəb. B variantı olar. Niyə? Olar. Birinci riyaziyyatda olar deyə o şübhə yaradan cavab qəbul olunur. Bu bir. İkincisi, burada... Kvadratlar fərqidir. Bu ya sağ ol. Yaza bilərsən kvadratlar fərqi. Amma gözün cavabı verilməyiblər. Sən gəl Cavab birinci və verilmir. ikinci toplanandan x kvadratın bəli vuruq kimi çıxar. Onda birincidə qalacaq x-in kvadratı, bunda qalacaq minus y-in kvadratı. Yazandan sonra bərabərdir. Yəni hansı ki x kvadratını vuruq kimi çıxartmaqsan, qaldı x kvadrat minus y kvadrat. Yenə vursaq eyni şey verəcək bizə. X kvadratı vuraq kimi qalsın, ikinci tərəf olacaq x minus y, x plus y. Aydın olmadı mı? Oldu müəllim. Müəllim, bu mövzudan bolda test ata bilərsiniz, sizə deyim. Yəni, bu mövzudan 100-ün, 200-ün, 300-ün də ata bilərsiniz. Bu mövzu asaddır. Amma ən kiçik böyütən heç nə atmasanız da olar. Yox, o mövzunun üstündən yemək istəmədim. Açığı da baxmışdım. Leyla, sual 16-nı bizə kömək et. Nə edə bilərik? Buyur. Leyla. Bəli müəllim, bir Buyur dəqiqə qızım, baxın. işlə. Müəllim, onda bərabərliyin birinci tərəfindəki çox adlin bunu atmalıyıq. Müxtəsərə görə. Bax, onu deyəcək. Birincinin kvadratı 9a/4. Birinci ilə ikincinin hasilinin ikimiz. Mənfi olacaq, müsbət. 6, 12, a kvadratı b. Plus ikincinin kvadratı. İkincinin kvadratı. 4b'nin kvadratı. Bizə də k-nı verib. 12a kvadratı b plus bir m verib. Demək k budur. 9'dan yazdım. Onda m-də budur. 4b. Olar mı? Bəli. Əla. Davam edək. Burada məsəl üçün Dərya bizə istiqamət versin sual 18. Mənim sual 18-dədir, istəyirəm. Bəli. 18-də mənim yazar ki, mötərizənin içində 2 üstə gəlsin x çıxılsın y. Çıxılsın mötərizəni bağlamarıq. Mötərizənin içində mötərizə açar. 2 çıxılsın Tamam. x. Yəni deməsən ki, bu ifadələrin fərqi ilə cəminin hasili. Yəni 2 plus x minus y minus, bunu deyirsən, 2 minus x plus y. Bir də vurulsun. 2 plus x minus y plus 2 minus x plus y. Yəni fərqi ilə cəminin hasili. Sadələşəndə, məsələn, birinci mötərizəni sadələşdirsə, açacaq 2-yə 2 islah olunlar. Qalacaq burada 2x minus 2y. İkincini açsaq, x-lər gedər, y-lər də gedər məncə, eləmi? 4 qalır deyəsən. Oradan 2 çıxart olur, 8 var, x minus y. Bəli, mənim C variant. Tamam. Bunu eləmək olar. Nə eləmək olar? Birlikdə sizə tərcümə istəyirəm. Bilmirəm. Mötərizəni açmaq olar, belə mötərizəni açıb sonra kvadrata yüksəlmək olar. Bir də deyim. Mötərizəni açıb kvadrata yüksələ bilərik bunda.
Yoxsa imeni bu yolla getməliyik. Olar elə bir şey. Sualını tam tuta bilmədim. Deyirəm ki, müəllim, burada, məsələn, bu sualda 18'dir. bunları Aha. mötəzələri götürün. Mötəzələri götürək. Bunları eynisini yoldan, eyni. Amma sadəcə bunları bir-birinə vurmaqla eləmək olar. Biz də barışmalı beləysə. Mötəzələri götürüb kvadrata yüksəlmək olar. Axı burada Aç. 2 hədli deyil, 3 hədlidir. Səhv eləməyəcəksən. Kvadrata qaldırmaq. Alınmır onda. Niyə alınmır ki? Sən 3 hədlini kvadrata qaldıra bilirsən? Biraz çətin olur amma. Yox, bilirsən. Olmadı. 2 plus x Yox. minus y kvadrata qaldıra bilirsənmi? Eləyərəm, müəllim, amma biraz çətin gedir də, uzun gedir. Sən lazımdırmı ki bu işi görəsən? Barışdım, onda Elə bundan bir gedirsən. Afşardan Ağzəbələ gəlməlisin, gedirsən bir dəfə Ağgölə, Ağgölün içindən keçirsən Taxtakörpüyə, oradan Frankiyəsən Ağzəbədə. Elə buradan bura gəlsən, bu yoldur asfaltla. Lazımdırmı sən bu ifadəni kvadrata qal, 3 hədlidir özdə. Sən istən belə deyə bilərsən, məsələn, bunu yazarsan buraq kimi, məsəl üçün 2 plus x minus y, bir də buraq 2 plus x minus y. Bir-birinə vurub açarsan çox hədli kimi, ikincindən asıl. Yenə cavabı alsan, fərqi yox. Amma niyə o yol gedirsən ki sən? İndi Zəhra, demək, burada mənə Samir kişi kömək eləsin sual 21-də. Eşdirəm Samir. Qəşəng sual. Sağa yaraşan babat sual. Mən bir dəqiqə. Müəllim, x üstündə en çox 3-ün mörtəzədə yazırıq. Hər kəs baxsın ha sonra. Təsamürat deyil. Müəllim, belə bir şey eləmək Buyur, olar. Sadəcə bax. Deyim. Nuray sən? Bəli, müəllim. Buyur. Birinci ifadə ilə ikinci ifadə şey eləyir. X üstündə 3n çıxılsın, 3 üstündə 3n açılışı. Bəli. İlk bir dənə mikrofon vaziyət olmaz. Ha. İlk 2 hasil bizə x üstü n'in kubu minus 3 üstü n'in kubunun açılışını verir. İki ifadənin kublar fərqi bu ifadələrin fərqi ilə natan kvadratların cəmin hasilına bərabərdir. Bax bu deməkdir. Vurulsun bir də əlavə nə var? X üstü 3n plus üstündə 3n. Belə olanlar zahid. Birinci mötəzə x üstü n'in üstü 3 olacaq x üstü 3n. Qüvvətin qüvvətlərin hasilidir. Bu olacaq 3 üstündə 3n. Vuraq x üstü 3n plus 3 üstündə 3n. Və bu dəfə baxırsan ki, yenə müxtəsər alanda eyni ifadənin fərqi ilə cəminin hasili. Bu dəfə sənə x üstü 3n'in kvadratı minus 3 üstündə 3n'in kvadratının açılışını verir. Birinci olacaq x üstü 6n minus 3 üstündə 6. Zayd aydın olmadı deyəsən. Aydındır, mən başa düşdüm. Bu gözəl xəbərdir. İndi mənə burada Rəvan 2 kömək etsin. Sual 22-də. Rəvan 22 qəşəng sualdır. Bir ürəyin istəyən sualdır. Buyur. Haydi. Hələkə. Hələkə baxa bilmərsən, sonra bilərsən. Buyur. Deməli, Rəvan. Burada kx kubu minus 32'nin vuruklarına ayrı. Vuruklarından biri x minus 4 olur. Biri ise px. Diğer bu px nədir? Yəni bu iki dənə vuruq kimi göstərir. Birinci vuruğu görür, ikinci vuruğu nədir bəs? Buyur. Rəvan eşitəmsən? Müəllim, bilmirəm necə getmək Yəni, olar. görə bilmirsən sualı. Əslində çox qəşəng sualdır Rəvan bu. Yəni insafən yaxşı sualdır. Necə getmək olar?
Bax kişi, bu ifadəni vurğularına Müəllim ayrı... deyim nə olar müəllim, Yaxşı, buyur de. yalvarıram. Buyur, estağfurullah, estağfurullah. Buyur de. Ne güzel. Bu düşen sual, bunu deyə bilərsən. Hə, müəllim, burada mən belə bir şey görürəm. Burada da x var, burada da x var. Bizə siz həmişə deyirsiniz ki, müəllim, mən belə fikirləşirəm ki, səhv də ola bilər, ha, düz də ola bilər. Sən Allah tepki. X çıx burada x çıxıq 4'ü müəllim, x-i 4 götürürəm. Niyə? Çünki burada bu ifadəni sıfıra bərabər edirəm. Olar elə bir şey. Mən bir şey soruşa bilərəm. Buyur. Hə, Mən burada iki çox ədlinin hasili kim olduğuna görə mən bu hasili bölə bilərəm birinci vuruğa. Çox Əlbəttə ədlərin bölə bölünməsi. bilərsən, amma bir dənə sıxıntı var. Axı birinci çox ədildə x kubunla sən bilmirsən. Hə. Ona görə almayacaq. Hə, almayacaq, yox almayacaq. Hə, bu da işdirəm. Zəhra. müəllim, sonra Zəhra, müəllim, sən öz siz fikrində yoxsa öz günü mən burada yazdıram mən siz. Gələ sağlayana mən adı yazmağa gözəl, məşğul nə olum. gözəl. Maşallah olsun. İnşallah Allah Taala sənə o zəhmətin bəhrəsini verəcəkdir. İndi bax günə. Məsələ nədir? Məsəl üçün mən x minus 2-nin kvadratını tutaq gedirəm. Açılışını yazsam, x kvadratı bunu silək. Yazaq. X kubu x kvadratı minus 9. Bu ifadə x minus 3 x plus 3'e bərabərdir. Bunu hamımız bilirik mi? Yəni bu ifadənin vuruqlarına ayıranda bunu verəcəksən. Əgər bu iki ifadə bir-birinə bərabərdirsə, onda bu ifadələri sıfıra çevirən qiymətlər də bir-birinə bərabərdir. Soldakı ifadəni sıfıra çevirən qiymətlər nədirsə, sağdakını da sıfıra çevir. Məsələn, sağdakı ifadəni x minus 3, x-in yerinə 3 qoysam nəyə bərabər olar? Sıfıra. Bax, x yerinə 3 qoysam, onlar 0 vurulsun neçə? 6 olacaq 0. İndi burada x yerinə 3 qoy, 9 çıxaq, 9 olacaq 0. Məsəl üçün. Deməli, ifadənin vuruqlara ayırmışamsa, sağ tərəfdəki ifadəni sıfıra çevirən qiymətlər sol da sıfıra çevirir. Problem var? Xeyr. Ondan belə çıxır ki, rəvan, bu ifadədə, əmrəki ifadədə, sağ tərəfi sıfıra çevirən qiymətlər var, ha. Məsələn, burada əmrəki x minus 4-dür də. X minus 4 nə vaxt sıfıra bərabərdir? 4 olanda. X-ə 4 versən. Onda soldakı da ifadəyə x-ə 4 versən, mütləq nəyə bərabər olacaq? Sıfıra. X-ə 4 versəm, olacaq k vurulsun 4-ün kubu minus 32 bərabərdir 0. 64k bərabərdir 32, o üçün k bərabərdir 2-də 1. Ondan k2-də 1 ifadə beləymiş. 2-də 1 x kubu minus 32. İndi bunun vuruqlarına ayırmaq üçün gəlin 2-də 1 vuruq kimi çıxardaq. Bax, 2-də 1 vuruq kimi çıxarsan, yerdə qalar x-in kubu minus 1-siz neçə? 64. Çünki sən 2-də 1 mötərizənin daxilinə vursan, olur 2-də 1 x kubu minus 32. Bərabərdir. İndi sağ tərəfi vuruqlarına ayırsaq, olacaq 2-də 1 vurulsun. 64 4-ün kubudurmu? İki ifadənin kublar fərqi. Onlar bunların fərqi ilə x minus 4 vurulsun natan kvadratların cəmi. Birincinin kvadratı plus birinci ilə ikincinin hansı plus ikincinin kvadratı. Olar mı? Bəli. Onda indi bizdəki ifadəni belə vermişdi. X minus 4 vurulsun neçə? Px. Bax, həmən ki bu x minus 4'dür. Onda px olan birisiz hansıdır? 2-də 1 vuraq, x kvadratı plus 4x plus 16. 2-də 1 düzənin içərisinə vursam, onlar 2-də 1 x kvadratı plus 2x plus 8. Zaten yəqin ki var. Müəllim, sizdən bir şey soruşum. Həmişə içəri salanda onun 2 qatını salmalıdır belə ifadələrdə. Necə? Çünki əvvəlki saldı ora. Bir də deyil. Belə bir şey mi var? Bunu niyə 64 saldı? Necə? Yandı orada. 64'ü bura saldı. 32 2'ye vurdu. Şey yaptı da eləm 2'ye vurdu. Kənara 2-də 1 məsəl üçün bu x 2x kubu minus 64 olsaydı, 2-ni çıxarsam x kubu minus 32 qalardı. Bu aydın məsələ. Yenə bu dəyişir. Amma məndə axı 2x kubu minus 32 deyil. Daha doğrusu 2-də 1 x kubu. Onun üçün 2-də 1 şöyle çıxartdığın üçün bunda x kubu qalır, bunda 64 qalır. İndi sən bir demə düzəni içərisən, bunu həmişə alasan. Ben 32 gedib yazmışam. Yox.
Axı 32-ni qayıdıb 2 dəfə vursan, axı 16-ya 32 eləməyəcək. Nə demək istəyirik? Araştırma. Aha. Bu mövzunun son suallarından biri. 23-cüdür, eyni sualdır. 24-ə köməkli baxaq. Dərya, bunu sənə eşitmək istəyirəm. Buyur, 24-cü sual. Deyir, bu çox ədli varsa, 2x plus 5. Yusif, döyüşə hazırlaş. Növbəti hədəf sənsən. Mən burada 2x mötərizədə 2x kubu üstə gəlsin, 5-in kubu yazırıq da. Bax, deyir ki, bu yuxarıki ifadə vurğularına ayırmışıq. Gəlib bu anlıq. Düzdürmü? Bəli. Bu 8x kubunun əvəzinə yazma olar 2x'in nəyi? Kubu. Kubu. Kublar cəmi verir bizə. Bunların cəmi ilə onda digəri 5-in kubuymuş. Ki, bax, birincinin kubu və 2x plus 5-in kubu olacaq bunların cəmi. Yəni, burada A-nı tapdıq. A neçədir? 5-in kubu, yəni 125. İndi gəlin özümüz 2x'in kubu plus 5'in kubunun açılışını yazaq. Olar 2x plus 5 şərtdə onsuz da var. Bura birincinin kvadratı 4x vardır. 4 Minus kvadrat. Birinci ile ikincinin hasili. 12 Hasili. plus ikincinin kvadratı 12. 25. Plus 2. Onda S'nin qiyməti mənfi 10'dur. D'nin qiyməti də 25'dir. 25. Oldu Yusuf. Bəli, mən. Devam edirik. Geçti ikinci bölmeye. Aha. Müxtəlif üsullarla vurğulara ayırma. Yusuf, sual 2'ni mənə izah et. Buyur. Müəllim, səsiniz gəlmir. Şəbəkə niyəsə yaxşı deyil. Deyirəm sual 2'ni mənə izah et. Müəllim deyə bilərəm. Yo, Zəhra. Ümumiyyətlə mikrofon bala xahiş edirəm. Sual bir danışma. Eşitəm, buyur. Tahir, sən izah elə, səsin gəlmir. Qonaq kimi çıxmışsan mikrofon qıraqda. Sual 2'ni izah elə, Tahir. Yaxşı, mən bir dənə baxın. Bir baxın, vəsbətən baxmadınsan suala. Deyir, vurğuları ayrımda. Onda vurğuları ayıranda müəllim 3'ün kvadratı çıx 2a. Sonradan mötərizə daxilində yazırıq. Mən üzr istəyirəm, işim var idi, ona görə gec qatıldım. Eyb yox. O da ki, A'nın mənim kimi A-nı çıxardırıq. mötərizə daxilində yazırıq. A'nı Bir kişi dəfə vuruş kimi çıxılma, bir dəfə də çıxardırıq. toplanma. A'nı vuruş kimi çıxardırıq. Birincidə qalır Yəni, 9. bir dəfə toplanması, bir dəfə də O çıxılmasını birisində qalır yazırıq. A'nın kvadratı. Bu da A vuraq kimi qalsın. 9 üçün nə idi kvadratı? 3 kvadratı. Burada olacaq A vuraq Kvadratı da 3 fərqli kimi minus yazın. A 3 plus A. Bedir. Yusuf, eşidə bilirsən mi sənin deməni? Yusuf, məni eşidə bilirsənmi? Bəli, mən eşidirəm. Onda sual 4'ə mənə kömək elə, buyur. Sual 4 Yusuf, buyur. Sual 4'də Yusuf, mən eşidə bilirsən mi sən? Necə müəllim? Eşidə bilirsən məni?
Sola Bəli, baxın, bəli. bax, biz bu ifadəni qruplaşdırma üsulu ilə qruplayacağıq. Qruplaşdırma üsulu nədir? Verilmiş hədlər içərisində ortaq vuruq olanları bir qruplaşdırır. Və bu cx kvadratı ilə cx-in hər ikisində c də var, x də var, düzdür? C, Bəli. x-i vuruq kimi çıxardaq kənara. Bax, birincidən c və x-i çıxarsın, dəyəcək qalar x. Niyə? Sən cx-i bir dəmə düzənin içərisinə vursan, olacaq cx-in kvadratı. Demək, doğrudur. Minus, ikincidən dəyəcək qalacaq 1. Sən cx-i vursan, bir cx olacaq. Plus, digər iki toplanan ortaq vuruq olan d-ni çıxardırıq. D. Birincidə qalacaq x, ikincidə qalacaq mənfi 1. Beləliklə, yenə ortaq vuruq var x minus 1. X minus 1 çıxarsan, qalacaq cx plus d. Aydın olmadı. Aydın mənim sağ ol. İnşallah ki, elədir. Bəs, sual 6-dan nə etmək olar? 18 a b kvadratı plus 27 a kvadratı b. Nə edək burada? Ortaq vuruq hər ikisində 9 var. Həm 18, həm 27-in tərkibində. Hər ikisində a var. Çünki bunda a-dır, bunda a kvadratı ortaq a-dır. Hər ikisində b var. Çıxarsaq, qalacaq b, yox, 2b. Plus 2b plus a. Aydın olmadı. Aydın mənim, aydın. Devam edəcəm. Buyurun. Sual 9. 9-cu suala Nigar mənə kömək etsin. Buyur Nigar. Mən bir dəqiqə baxım. Mən burada ortaq vuruğu x-in mötərizə xaricinə çıxarırıq. Aha, xn yox. Xn də heç olmaz. Bax, birincdə x Həmən. üstündə n plus 2-ni Nigar yazırıq. X-in üstü Bəli. n, bura x-in nəyi? Kvadratı. Niyə? Həqiqətən əsasları n olan qüvvətləri bir-birindən vurarıq. Əsas olduğu kimi qal, üstlər toplanır. Verir mi həmin şey? Verir. Minus bir dənə var x üstündə n. Elədirmi? İndi bunun hər ikisində x üstü n-i vuruq kimi çıxarsaq, həm birincidən, həm ikinci tərəf. Qalacaq birinci tərəfdə x-in kvadratı, ikincidə qalacaq təkcə 1. Onda x üstü n olduğu kimi qalsın, olsun x minus 1, x minus 1. Aydın olmadı. Yox, mən başa düşdüm. Onda Zəhra mikrofonu açsın, mənə izah etsin sual 12-ni. Bir dəqiqə gözləməydim. Hesablayıram burada. Yox, Zəhra, sən istiqamətdir. Mən desəm bir kəlmə bəs edir mənə. Yəni görə bilirsən sualı. Bir dəqiqə baxım. 2 mən qoyun hesablayım. Hesablamazam alamam məndə. Nasıl, sən bax. Bizdə başqa kimsə bura, Rəfiqə, səsin gəlmir, buyur. Mənim burada x üstü 2-yə vurulsun. 2 kvadrat kimi yazırıq. Birinci. Orada Mən Rəfiqə deyim. 2n plus deyil da minus 2-dir Rəfiqə. Hə, onda 2x üstü 2m bölünsün yaza. Ayəsə, maşallah olsun, yaxşısan. Amma daha yaxşı olsan belə deyərdin. Məsələn, də görə Zəhra. Mənim belə bir şey eləyə bilərik. Burada mənim x bayaqsı dediyiniz kimi 2m çıx 2-ni elə bilərik yenə həmən kimi, bayaq kimi. Deməmin yalan. Yox, onu yox Zəhra. Əgər biz kənara bax bir dəqiqə qızım. Biz əgər ortaq vuruq çıxardırıqsa, qüvvəti kiçik olan həddə çıxartmalıyıq. Məsələn, yuxarıdakı ifadəyə baxsanız, yuxarıda birində x üstü n plus 2 idi, birinci x üstü n idi, ayıqsa. Kiçik olan x üstü n idi, çıxartdıq çölə. Burada birində x üstü 2n minus 2 idi, birində x üstü 2n. Kiçik olan 2n minus 2 idi, 2n deyil.
Ona görə x-in üstü 2m minus 2 olduğu kimi qalır. İkinci sətə 2m var. X-in üstündə 2 minus 2 buna x-in kvadratı yazıram. Sən ondan sonra bunu yenə də vursan, bax yuxarıda. Bu 2 ilə mənfi toxum, yenə də x2m verəcəksən. Bildin nə vardı? X üstü 2m'in əvəzinə x-in üstündə 2m çıxar, 2 bir də bura x-in kvadratı yazdım. Yenə toplansa, yenə x-in 2m verəcəksən. İndi ortaq vuruq hər ikisində x üstündə 2 minus 2'ni çıxarsa, birincidə qalar 1, çıxar ikincidə qalar x-in kvadratı. O da olacaq x-in üstündə 2 minus 2, x minus 1, x plus 1. Başlayayım. Əla, nə gözəl. Onda mənə 14'ü izah elə, işfah elə. Mən Bəli, sən. Mənim burada a kvadratını çıxardırıq, a-nı çıxardırıq ortaq vuruq kimi. Bəs. Mən niyə yazmıram? Bütün toplanmalarda olan ortaq vuruq varsa çıxardıraq. A-nı çıxardırıq, a A kvadrat. çıxarsa, qalacaq a-nın kvadratı plus 6a plus 9. Üstə gəlir 9. İndi burada a vuraq kimi qalsın, içərdəki ifadə sənə verilir. A plus 3. A kvadrat. Və sana nəysə. Aha. İndi düşünən beyinlər. Sual 21'i düşün. Suala. 21. 21 və 18 hər ikisini. Mənim nə olur demir. Demirəm, gözləyirəm, demirəm. Zəl, mikrofonu bağla, elə düşün. Ürəyini düşün. Azər, mikrofonu bağla, ürəyini düşün. Sən eşitirsən. Müəllim, mən deyim. Sən kimsən? Leyla. Hə, gördüm. Leyla, hansını? 18 yoxsa 21 mi? 21'e baxırdım mən. Nə gözəl. Onda bir dəqiqə səbirin olsun, şular basınlar deyənsən, yaxşı mı? Oldu. Sən 18'ə baxın dedim. Eşitirəm sizi. Buyur. Mən 18 yazdım. Leyla, sən onda 21'i deyib. 18'i mən deyə bilərəm. Olar. 21'de Mən də yazmışım. Buyur. Mənim 21'de 4 ortaq vuruq kimi çıxardırıq. Geride qalır a kvadrat minus b kvadrat minus a plus 1. E variantı. Ha, bir ne diyor orada? Mənim 4'ü ortaq vuruq kimi çıxardırıq. Hansında? Mötərizə. 21'de. 4'ü vuruq kimi çıxartdı. Nə qaldı yerdə? Mən deyim. Bir dəqiqə. Mənim a kvadrat minus b kvadrat minus a mötərizə içərisində. Hə, sonra. Plus 1 əlavə. Plus 1 əlavə. Sənə deyir vuruqlara ayır. Bir ifadəni vuruqlara ayırmaq, onu vuruq kimi göstərməkdir. Hansı kimi Plus göstərməkdir. 1 olmamalıdır. Amma E bəndində vuruq kimi göstərmişsə, cəm kimi göstərir. Vuruq deyil ki bu.
Bəli. Ondan. Ben. Baxan yoxdursa 21-i mən özüm deyim. Mən deyim. Buyur. Mən birinci bunu tam kvadrata ayırırıq. Tam kvadrata ayıranda 4a-nın kvadratı çıxılsın 4a üstə gəlsin 1. Gözəl. Çıxılsın 4b-nin. Bax, 4a kvadratı minus 4a plus 1-i əl vurmuram. Bunu bir qruplaşdır. Üstə gəlsin Yox, minus. 4b-nin Ben kvadratı. internet 4b getirdim. kvadratını 1 yazıram. İndi bundan da bəli, fərq birinci tərəf düşdürürlər. 2a minus 1-in nə idi? Kvadratı. Baba, o birinci tərəf. 4b-yi də vəcənəcərəm ki, 2b-nin nəyi? Kvadratı. İndi olacaq 2a minus 1 minus 2b 2a minus 1 plus 2b. Bu qədər. Müəllim, Buyur. mən də belə eləyirəm həmişə. Amma mən bu Pirus 1-in mənə düşmədi və niyə orada oldu? Harda oldu? Bir yanım yox. Biri bura niyə əlavə elədiniz? Biri çölə əlavə eləməlidə ölüydük. Bax, sən qız kimi düşünsən. Orada biz şey eləmədik. 4-ü buru kimi çıxarmadıq. 4a kvadratı. 4a bir də 1-i 1 götürdük. Bu, mötərizənin içində yazdığımız Mən də yazmışam. Bu mötərizənin içərisində yazdığımız bu ifadə götürdüyümüz sağ 2a minus 1-in kvadratını verir. Bildim, çatdı müəllim. Bu 4b kvadratında ayrıca yazdım burada. Bu da minus 2b'nin kvadratı deməkdir. O da fərqi ilə cəmin hasıl. Bilmədin? Ben işte müəllim. Bugün Azərbaycan'da işləməkdən başqa Nə almır. olar? Can sağ olsun. Mən də birazdan yorum oluram. 18-ci suala buyurun. Deyim müəllim, mən bunu başladım. Ya ayrı yazan yoxdurmu sualı? Mən yazdım. Bunun cavabı versin kişilərdən bir nəfər. Mən deyim. De. Mən a kvadrat çıx c kvadratın 1 götür 4a çıx 4 də 1. A kvadrat minus C kvadratını 1 saxlayırıq. 4A minus 4C'ni 1 götürürük. Onda bu ilk tərəf bizə verəcək A minus C, A çıx c, a çıx c. Buradan da 4'ü 4'ü çıxarsaq martizə çıxardıq, a çıx c. A minus C. Sonra hər ikisində A minus C var. Birincidə qalacaq A plus C, ikincidə qalacaq 4. Bu qədər. Olmaz mı? Olar mən. Olarsa davam edirik. Müəllim, burada sizdən bir şey xahiş edə bilərəm. Buyur. 33-cü sual. Elə mən də buradan geri sayıram. Gözəm o gəldi. Fikirəm üstə düşür. 34'ə baxacağım. Bax 33'ə. Fərqi yoxdur. Yoxdur. Nə deyirsən belə deyə? Fərqi yoxdur müəllim, yoxsa eyni şeydir. Hə. 33'ə baxaq. Sənə deyir ki, x kvadrat plus xy minus 2y kvadrat. İfadəsinin qruplarına ayırın. O yadında qalsın. Ya da qalmasın. Hə. Nə fikriniz var deyin görək. Mən burada maksimum test hamısını bir-birinə vuraram. Heç nə Mən başa düşmədim. qruplaşdırıram. Adətən bizə 3 hədli verilibdirsə, biz birinci və üçüncü həddə dəymirik, orta həddə parçalayırıq. X kvadratı, yəni əslində bu deməkdir də, onların köklərinin cəmi sənə 1-i verir, hasılı mənfi 2-ni verir. Onda biz bunu mənfi 2xy plus xy kimi plus 2xy minus xy kimi yazaq. Xy var. Bunun yerinə plus 2xy minus xy yazdıq. Onun üstə 2xy-dən xy-dən yenə xy qalar mı? Qalır. Minus 2y-in kvadratı. Bir daha qayıdırıq. Əgər bizə 3 hədli verilibdirsə, 3 hədlinin nə birinci həddən başlayır, nə sonuncu həddən. Orta da parçalırsan. Parçalama tərəf həyata keçirirsən. Elə iki həddə parçalamalısan ki,
Bu əmsallarının cəmi orta həddi verməlidir. Hasil sonucunun. İndi ilk ikisindən x kvadratın vuruq kimi, x-i vuruq kimi çıxardaq. Qalacaq x plus 2y. Qalır, qalmır. Qalır. Minus. Digər ikisindən y-i vuruq kimi çıxaraq. Qarşı mənfi edəcək olacaq x plus 2y. Baxın, cavabdan yeni şey verəcək bizim. Beləliklə, hər iki toplananda bu dəfə x plus 2y var. Birinci olacaq x, ikinci olacaq y. Aydın olmadı. Başım müəllim. Bir də arxalarda müəllim atıq suallar kimi Səbrin olsun, bir üstünə keçməz. Bax, bu qədər. 31-ci sual. Aysel, bizə qoşulmursan. Bəli müəllim. Hər kəs danışır, görürsən, bizə qoşul. Burada nə etmək olar? Kim deyər? Hamısında ortaq vuruq var. Nə var? B üstüyən, B üstüyən, B üstüyən. Yəni bu B üstüyən vuruq kimi çıxardaq. Birincidə qalacaq B üstündə 2n minus 8B üstündə n plus 16. İndi biz B üstüyənə məsələn daxilinə vursaq, həmənki ifadəmizi ediləcək. Yenə B üstüyən olduğu kimi qalsın, məsələnin daxilində olan ifadə B üstüyən minus 4-ün nə idi? Kvadratıdır. Və birinci n kvadrat, birinci, ikinci hansıdır? Düz ikinci n kvadrat. Bu qədər. Bizdən nə istəyibdir burada? Heç nə bunu istəyibdir, nə istəyəcək? Aydın olmadı. Aydındır. İndi gəlin biz sizlə 30-cu suala baxaq. Rəvan 2x kvadratı plus 3xy 3x lazım minus 2. Yusifləşdirəm səni. Nə edəcəyik burada? Müstədli verirdi bizə. Deməli, hoşuma gəlmə Yusuf, xəbərin olsun. Buyurun. Müəllim, siz bayaq dediyiniz yolla gedirik, eləmi? Parçalayırıq. Orta həddi elə ki toplanı parçalayacağıq ki, cəmi bunu versin, hansıda bunu. Hamıca 2, burada 2x var, 2 də misalda var, yəni bir yoxdur. 4x-dən x götürə bilərsiniz. Bax, burada 2 əmsal var, iş pozulur da. Bir yoxdur. Çünki oradan mənfi B bölünsün, C bölünsün, A var, oradan getməliyik. Amma qoyuq qıraq. Yenə orta həddə parçalayırıq. Nə birinci, nə axıncıya baxmırsan. Çox qəşəng fikir səsləndirdim. Ki, 3x-in əvvəldən yazaq, plus 4x minus x. Minus x verir də. Minus 2. İlk ikisindən 2x-də vuruq kimi çıxarsan. Qalar mı x minus, yox, x plus 2. Yenə bax, bursan, yeni şey verəcəksən. Minus, qarşıya mənfi verirəm. Digər x el olacaq elə x plus 2 müsbət. Qarşı mənfi ediyim üçün. Beləliklə, hər ikisinin ortaq vuruq x plus 2 var. Birincdə 2x minus 1 var. Bu qədər. Buradakı maraqlı suallardan biri. 27. Buyurun, özünüz düşünün. Eşitirəm. Demin mən bir dəqiqə bunu həll edeyim. Siz deyəndə müəllim, mən onu
Müəllim, inansız, gələni məndən oxuyan birinci qrup uşaqlarına uğur arzu edirəm. Səbəb? Çünki müəllim, riyaziyyat gələndən 0,25 yazacağım. Allah eləsin. Sən bizim Zəhramız var, Qazaxlı. Onunla tanış olsan, biraz ehtiyat eləyəsən. İstəyirsən digər uşaqlar olsun, fərqi yoxdur. Bizim maşallah olsun. Azərbaycan uşaqlarımız var. Nurayın özü burada da, bir də gedəcəm müəllimin məsmə. Buyurun, davam edək. Baxdınızmı suallara? Müəllim. Nə etmək var burada? Deyim. Başlayalım. Deyim. Buyur Nuray. 64A kvadratının 8A'nın kvadratını yazırıq. Sonra qalan ifadələrdə bir qruplaşdırırıq. Qəşəng. Bunu bir saxlayın. Olur 8A'nın kvadratı. Yerdə qalan ifadədə hamısının qarşısına bir mənfi veririk. 4B kvadratı olsun müsbət axı mənfi idi. 12B olsun mənfi axı müsbət idi. Qarşına etmişdi. Plus 9C'nin kvadratı. Beləliklə, birincisi 8A kvadratı qalsın, digərləri olacaq 2B minus 3C'nin kvadratı. Problem var? Açışı budur da. Olacaq onda 8A minus 2B plus 3C fərqi. 8A plus 2B minus 3C cəmi. Bu qədər yəqin cavablar var. Oldu mu? Sağ olun. Məncə kifayət edər. 2 bölmə. 2-ni götürəcək evə. Müəllim, birinci özünüz işlədiniz, ikincini demək olar ki, özünüz işlədiniz. Yox, olsun da biz istiqamət veririk. Yəni bu mövzu demək olsun, mütləq köməkli baxmaq lazımdır.